Uçmaq üçün geri gəlsin məsələ qeyri-adi bir şey fikirləşməlisən. Pis piyada qaldı. Çox pis piyada. Əgər ağlar vursa, gəlin ağlar Tərbiyəsiz vursa. piyada. Qararın hesabda 3 dənə keçib piyada. Ay müəllim. 3 dənə. Ay müəllim. Yox, bunu çıxar ha. Bu heç. Mən elmi dildə tərbiyəsiz piyada oldu. Yox, bu piyadanı çıxart, buna dəyişsin. Bir dənə piyada, bax, yox, bax. Cavabda 2 dənə piyada, 2 dənə piyadanı saxlanır, gördünüz? Amma məsələn, elə bir ki, fil 3 piyadaya qarşı. Adətən fil 3 piyadaya qarşı. 3 piyada qələbə. Əgər, gəl baxalım, əgər vurmasa, əgər vurmadığını təsir edir, vurmaya da bilər. Məsələn, vurmaya bilsə nə var? Vurmasa F5. Burada vurmasa, fil qarşı 5. Burada məsələ nə idi? Məsələ fil qarşı qurban verməkdə nə idi? O, şah sürətlə gəlsin, keçsin bu tərəfə. Fil yolunu kəsmiş da, qoymuyor. Buradan da qarmanıya keçə bilirsiniz. Ona görə də bunu qurban verir. Burada şah əgər H2-yə zada geçsə, şahid 5 gəlirlər, burada bu qələbə qazana bilər. Burada sıvıyı qırışan çox. Burada şah 2 olsa verirəm mən. Burada əvəzində nə var nə? Buradan gəlirlər. Buradan bu da gedir hələ. Mərkəzdə gəlib siz çatıram. Deməli, fili verməkdə məqsəd nədir? Şahın birləşdirməsi. İndi gəlin baxın. Vurur, vuran kimi şahid 5. İstəyən vəziyyətdə şahid 5 gəldi. Mən çox qüvvətli gelişdim. Şahid 2 dənə yazdım. Çox qüvvətli Bilmiyorum. Şah 7, gördünüz? Piyada bir de. Demək, Vursa D4. qulaq asın. Deməli, baxın, bayaqlar gələ bilmirdim. Şah burada temp tutdu. Şah tez mərkəzi gəldi. Belə girişdi, qaraların ərazisinə deyil, ağların ərazisinə girdi. Bunu verdi, bir defa vurdu. Birini verdi. D4, bəli, mərkəzi. Şurada keşfli de fiyatı neydi? D4